Salam uşaqlar, indi isə 52-ci sualın izahına baxaq. Deməli, bizə bildirilir ki, başlanğıc maddələrin mol miqdarı AB verib, artıq qalan maddəyə Z ilə C verib. İlk öncə birinciyə baxaq. Baxın, burada olan birincini izah edeyim sizə. A-nın üzərində yazırıq. A SO2-dir. A-nın üzərində yazıram, üstünə yazıram. Burada 4. SO2-nin üzərində 4 yazıram. B isə 3-dür. Biz indi burada artıq qalanı tapmaq lazımdır. Artıq qalanı tapmaq üçün nə edirik uşaqlar? Baxın, bura bir 2 mol qeyd edirik. Çünki bizim bu SO2-miz 2 moldur. Oksigenin molu isə 1 moldur. Elə deyilmi uşaqlar? Artıq qalanı tapmaq üçün bax, verilən bu molu 4 moldur. Verilən molu bölürük öz moluna. 4-ü 2-yə böləndə neçə edir uşaqlar? 2. Elə belə qıraqda yazdım. 3-ü bölürsüz 1-ə. 3-ü 1-ə böləndə neçə? 3. Hansı daha azdır? SO2. Deməli, biz məsələni nəyə görə işləməliyik? SO2'ye göre işləyirik. Burada oksigeni buradan silirəm, yerine X yazıram. Deməli ki, 3 mol oksigen, oksigen çox olduğu üçün burada deməli 2 mol biz bu nədən aldıq? SO2'dən aldıq. 3 mol da oksigenden aldıq. Oksigen çox olduğu üçün bundan artıq qalacaq. Az olan tam sərf olunur, çox olandan isə uşaqlar artıq qalır. Deməli, onda 2 mol SO2'yə 1 mol oksigen düşürsə tənasüblə, bəs 4 mol nə qədər düşəcək? X. Biz buradan X'i hesablayanda eləyəcək 2 mol. 2 mol. 3 moldan da 2 molu çıxanda bizə yerdə qalır 1 mol oksigen artıq. Amma bizə fikir verin, burada SO2'ni verib ki, SO2 oksigen artıq qalır. SO2 yox, burada olmalıdır O2. Burada olmalıdır O2. Aydın uşaqlar, digərlərində siz bu qayda ilə işləyirsiniz.